Həftənin ikinci günündə, yəni 6 yanvar tarixində günorta saatlarından etibarən göy üzündə Ay ilə Uranüs arasında 90 dərəcəlik kare açı aktiv olduğu üçün günorta saatlarında sevgi münasibətinizdə qısqanclıq, gözlənilməyən davranışlar və ani gərginliklər yaşanıla bilər. Diqqətli olmağa çalışın. Sevdiyiniz insan səbirsiz davranışlar bugün sərgiləyə bilər. Eyni zamanda sevgi münasibəti olmayanlar günorta saatlarından etibarən ani qarşılaşmalar yaşaya bilərlər və bir tərəfdən də duyğusal eniş və çıxışlar yaşaya bilərsiniz. Həyat yoldaşınızla fikir ayrılıqları biraz bugün yaşanıla bilər. Ünsiyyətlə diqqətli olmağa çalışın. Evlilik həyatınızda keçmiş problemlər yenidən gündəminizə gələ bilər. Çalışdığınız iş mühitində gözlənilməyən dəyişimlər, ani fikirlər və sürpriz hadisələr bugün yaşanıla bilər. Riskli qərarlar üçün günorta saatlarını istifadə etməməyinizi tövsiyə edirəm. Şəxsi maliyyənizdə biraz lazımsız maliyyə xərcləmələr də edə bilərsiniz. Diqqətli olmağa çalışın. Və gözlənilməyən maliyyə gəlirləri də bugün gündəminizdə yer ala bilər. Ailə həyatınızda isə sürpriz hadisələr, ani dəyişimlər və biraz problemlər yaşanıla bilər. Diqqətli olun.